Həqiqətən də, yəni insan hədəf qoyanda və hədəfə doğru da düzgün yollar seçəndə, düzgün məlumatlar əldə edəndə, düzgün insanlarla təmasda olanda, təbii ki də sonunda, yəni bunun başında, ortasında, sonunda da yəni uca Allaha təvəkkül edəndə inanıram ki, alınır. Daha tez düzgün addımlar atmam üçün təlimçidən faydalanmalıyam. İnsanların aldıqları xidmətdən, aldıqları məhsuldan onun haqqında fikir söyləməsi çox məhdud saydadır. İstəyirəm evlənməyə alınmır falan belə məsələlər oldu və insan da yəni bir dəfə alınmır, iki dəfə hər adam dirəncli deyil ki. Bəzən adam pəs edir. Deyir, evlənmirəm. Qadınların, nəinki qadınların, kişilərin də beynini yuyur. Yəni çox primitiv bir nüansı nə qadın, nə kişi çözə bilmir. Mən amma dəstək verdim ha. Hə, bildim. Yo, sizə görə demirəm. Ümumiyyətlə fayda olsun deyə. Deyib barmağının bax bu kainatda indi Adəm əleyhissalamdan indiyə qədər olan bütün insanlarda bu fərqlidir. İndiyə qədər heç kimdə eyni olmayıb. Həmişə əlini belə tutardı. Uşaqlar, göz namərddir, əl mərd. Hər adamda bu alınmır. Bəli, razıyam. Əssalamu alaykum dostlar. Bu gün yeni bir podkast videomuzun çəkilişindəyik. Maraqlı bir qonağımız var. Ramil bəydir qonağımız. Xoş gəlmisiniz Ramil bəy. İnşallah ki, düşünürəm maraqlı bir podkastımız alınacaq. İlkin olaraq Ramil bəy, biz sizi tanıyardıq mənim. Mən də sizi salamlayıram. Həmçinin kimlər ki, bu videoya baxacaq, onları da həmçinin salamlayıram. Mənim adım Ramildir, Ramil İbrahimov. Özüm ali təhsilliyəm və ali təhsilimə uyğun düzdür. İşləməsəm belə artıq 20 il gəlir ki, əmək mühafizəsi sahəsində çalışıram. Və əlavə olaraq da sevdiyim bir iş olan təlimçilik, yəni təlim vermək insanlara bununla məşğulam. İndi hal-hazırda yerli şirkətlərin birində də şöbə müdiri vəzifəsində çalışıram. Maşallah. Belə. Mən öncəliklə Ramil bəy deyim. Biz Ramil bəyə belə bir ifadə vurğulayıram, müraciət edirəm. Müəllim mənim özümə də təlim keçmiş və bunun üzərinə də müəllimi biz daşlar altında yatan xəzinə kimi baxırıq da. Müəllimdə elə bir təcrübə və elə bir məlumatlar var ki, inşallah ki, biz də ondan faydalanmağa çalışacağıq. Təşəkkür edirəm. Burada bir dənə də onu bildim ki, Ramil müəllimin təlimlərindən indiyə qədər neçə ildir müəllim təlimlə məşğulsuz? Professional təlimçi kimi 2018-19 belə 2018-dən başlamışam. Amma ona qədər yəni işimlə bağlı zaten yəni məndə təlimlər olduğuna görə işimlə bağlı da xeyli yəni insanların təlimatında iştirak etmişəm. Məlumat olaraq deyim ki, Ramil bəyin indiyə qədər təlimlərindən çıxan insan sayısı 20.000 insandan çoxdur. Düşünün ki, bu Azərbaycan bazarı üçün böyük bir insan toplusudur. Yəni bu insanların hamısı Ramil bəyin təlimindən keçmiş, ondan faydalanmışlar. İlkin olaraq müəllim, sual olaraq soruşaq müəllim. Necə oldu təlimçiliyə başladınız müəllim? Çox sağ olun. Maraqlı sualdır həqiqətən. Yəni və dolğun cavabım olan bir sualdır. Çünki bunun üzərinə, yəni öz karyeramı qurmuşam. O mənada ki, yəni əməyin mühafizəsi mütəxəssisi, yəni bu işdə işləyən adam, baxanlar yəqin ki, biləcək, sətəm işləyənlər belə deyək. Bir də bu arada deyim, sətəmin də izahını verin. Bəzi insanlar sətəmin izahını anlamırlar müəllim. Oldu. Sətəm vəzifəsində çalışan yoldaşlar, sətəmin də açıqlamasını verim, ola bilər kimlərsə bəlkə bilmir. Çünki mənim TikTokda bununla bağlı danışanda adamlar sətəmi başqa cür başa düşürdülər. Mən yenidən bir videoya qarşılıq yenidən bir video çəkməli oldum sətəm ilə bağlı. Sətəm əməyin mühafizəsidir. Yəni bizim qanunvericilikdə sətəm deyə bir abreviatura yoxdur. Amma onun açıqlaması nədir? Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi. Yəni 3 ayrı-ayrı aspekti bir vəzifədə birləşdirən bir abreviaturası var. Dediyim kimi qanunvericilikdə belə bir, yəni abreviatura yoxdur. Yəni mənim işim qanunvericilik baxımından əməyin mühafizəsidir və ya təhlükəsizlik texnikası. Ən misalda bunu əlavə etmək olar. Sağlamlıq həkimlərə aid olan bir məsələdir, ekoloji məsələlər də ekoloqlara aid olan bir məsələdir. Və bu sətəm işlədiyim dövrdə sətəm işləyən insanların əsas vəzifə öhdəliklərindən biri də İşçi işə girəndə, bir müəssisəyə işçi işə qəbul olunanda və yaxud bir qonaq gələndə, tutaq ki, istehsalata keçməlidir ya tikinti ərazisinə keçməlidir, həmin adam qanunvericiliyin tələbi ilə giriş təlimatı keçməlidir. Yəni təhlükələr, şirkət haqqında bir məlumat, məlumatlanmalıdır. Məsəl üçün bir fövqəladə bir hal olsa bu adam hara gedəcək? Məsəl üçün yönəldiyi bir nöqtə, orada nə etməlidir? O bir 5-10 dəqiqəlik qonaqlar üçün adətən qısa olur. Brief induction deyirlər ona, qısa təlimat. Amma
işə daxil olan işçilər üçün 2 saat, düşünün ki, 2 saatlıq bir proses gedir. Və bu da avtomatik belə deyək, səthən mütəxəssisləri, bu mənim fikrimdir, mənim sözümdür. Mən düşünürəm ki, səthən mütəxəssisləri özü özünə yetişən təlimçilərdir. Və mən gördüm ki, məndə alınır. Yəni düzdür, təzə başlayanda çox çətin idi. Bu işi başlayanda mən hər yerdə vurğulayıram və bundan da çəkinmirəm. Yollarda yəqin ki, görmüsüz, bayraqçılar maşınların yanında olur, insanları. Yəni, təmir zamanı o bəli, maşınların digər tərəfdən eləməsi eynən. Bax, o hətta hava limanında bu daha və ya təyyarələrin və ya qırıcıların uçuşunda da onları daha çox biz rastımıza daha çox o deyilsə bayraqla, yoxsa onlar deyil. Yox, onlar bunun bir tık üstüdür. Yəni onlar siqnalçılardır, onlar yox. Sırf yəni bildiyim fəhlə adam sadəcə işarə edir ki, istiqaməti buradan bu çıxsın belə. Mən bununla başlamışam. Əvvəllər düzdür, bu təlimat məsələləri zaten məndə olmayıb bir müddət. Bir 6 ay falan işlədikdən sonra sağ olsun rəhbərliyim, o dövrki rəhbərliyim etimad göstərdi. Mən seçildiyimə görə, işimdə fərqləndiyimə görə və mühəndis vəzifəsinə qədər artırdılar məni. Mühəndis olduqda artıq təlimat məsələsi gündəmə gəldi ki, təlimat keçməlisən insanlara. Sifdə olaraq ilk vaxtlarda çox çətin idi. Düşün ki, 2 saat, yəni reglamentlə sənin o danışacağın mövzular 2 saat vaxt aparmalıdır. Söz ehtiyatı az, təcrübə az. Məsələn, 1 ilin tutaq ki, təcrübəsi. Bəzən elə olurdu ki, o 2 saatı tamamlaya bilmirdim. 1 saat yarım. Məcbur idim ki, söhbəti tam ayrı-ayrı məcralara çəkim ki, adam maraqlı olsun oturub məni dinləmək və o 2 saat tamamlansın. Yəni rəhbərliyin qoyduğu, qanunvericiliyin qoyduğu bir tələb kimi. Amma sonra artıq təcrübə artdıqca, bilgi, yəni belə informasiya artdıqca, söz ehtiyatı artdıqca bu 2 saat oldu 3 saat, bəzən 3 saat yarım, 4 saata qədər, yəni təlimatlar keçirdi və sonda gördüm ki, bu alınır. Yəni mən danışıram, insanlar məni dinləyir. Və bir dəfə cəhd elədim. Bir təlim mərkəzində belə bir hal yaşandı. Mən təlim mərkəzinin direktoruna təklif elədim. Yəni dedim ki, yəni mən özümü sınamaq istəyirəm, mənə bir şans yaradın. Mən hələ də o adama təşəkkür edirəm. İndi də görəndə deyirəm ki, sənin böyük zəhmətin var bu məsələdə. Sağ olsun, yoldaş mənə etimad göstərdi. Cümə günü idi, yadımdadır. Yanğın təhlükəsizliyi ilə bağlı təlim oldu. Və çox uğurlu alındı. Yəni uşaqlar, yəni orada iştirakçılar çox belə, çünki qrupda feedbacklər yazmışlar. Oradan mən bildim uğurlu olduğunu. Təbii ki, belə insan öz-özünə qiymət verə bilməz. Amma sonradan həmin o təlim mərkəzinin rəhbəri mənə bildirəndə ki, çox razılıq elədilər uşaqlar səndən, alındı. Və alındı, bununla belə başlandı mənim professional təlimçi kimi fəaliyyətim. Burada bir şey qeyd eləmək istəyirəm ki, müəllim dedi ki, ilk başlanğıcda çətinliklər oldu. İstənilən bir sahədə mən bu fikirdəyəm, bəlkə də müəllim də məni təsdiqləyər. Bir işdə uğur qazanmaq üçün əgər bir əzmkarlıq göstərirsən, çalışırsansa və niyyətin safdırsa və istəyin varsa, bu mümkündür. İnşallah ki, Allah müvəffəq edəcək. Bilməyə ki, müvəffəqiyyət də Allahdandır. Müəllim də çalışıb, yəni istəyi olub, artırsın, bacarsın. Allah da müvəffəq edib, müəllim bu işini bizi də faydalandırır. Elədir, çox doğru buyurdunuz. Həqiqətən də, yəni insan hədəf qoyanda və hədəfə doğru da düzgün yollar seçəndə, düzgün məlumatlar əldə edəndə, düzgün insanlarla təmasda olanda, təbii ki də sonunda, yəni bunun başında, ortasında, sonunda da yəni uca Allaha təvəkkül edəndə inanıram ki, alınır. Yəni məndə alındı. Allaha çox şükür. Burada müəllim bir dənə sual olaraq qeyd edim sizə. Bax, sətəm olaraq demirəm də, bütün ümumi olaraq soruşacağam. Təlimçilik nəyə görə lazımdır müəllim? Demək, maraqlı sualdır bu da, təbii ki. Ümumiyyətlə bilirsiniz necədir? Bu elə bir xüsusiyyətdir ki, təlimçilik professiyası. Hər adamda bu alınmır. Bəli, razıyam. Yəni bəzən olur ki, insanlar doğuşdan, yəni Allah Taala bunu belə yaradıb. Adam hazır cavabdır, adam məsəl üçün söz ehtiyatlıdır və s. yəni ki, çox hərəkətlidir, hiperaktivdir və s. Bunda alınır. Amma adam da var ki, o elə deyil. Bu sonradan. Mən düşünürəm ki, məndə bu var idi. Allah Subhanahu taala mənə bunu qoymuşdu, yəni mənim yapımda bu var idi. Nəyə görə? Çünki bütün olduğum toplumlarda uşaqlıq dövrü, yeniyetməlik, məktəb, nə bilim, institut, universitet daha doğrusu, əskərlik, ondan sonra iş prosesi və s.
həmişə mən seçilmişəm. Nə ilə seçilmişəm? Yanaşmamla. Yəni mən heç vaxt kütlə ilə eyni yanaşmam olmayıb mənim. Bəlkə də ona görə dostlarım azdır, say seçmə əl sayı qədərdir. Yəni mən doğru saymadığım bir şeyə həmişə etiraz eləmişəm ki, yəni gözəl şəkildə təbii ki. Öz fikrimi qoymuşam ki, axı mən belə bir şey düşünürəm, belə olmalıdır filan. Və burada da məsəl üçün adam da var, onda olmaya bilər bu. Bunun üçün nə etməlidir? Adam üzərində işləməlidir. Təlimlərə getməlidir, oxumalıdır çoxlu. Təlimçiliyin kökündə çoxlu söz ehtiyatı durur. Təbii ki, yəni professiyana uyğun, nəyi təlimini keçirsən ona uyğun. Məsəl üçün adam var satış üzrədir. Adam deməli satışdan çoxlu məlumatlı olmalıdır. Adam var tutaq ki, mənim kimi sətən mütəxəssisidir, o üzrə təlimlər keçir. Avtomatik o üzrə məlumatlı olmalıdır. Çoxlu söz ehtiyatı olmalıdır. Və təlim nə üçün də təlimçi sualının cavabı da odur ki, ümumiyyətlə bir insanın səriştəli olması üçün istənilən bir məsələdə 4 faktor lazımdır. Məsələn, insan bilik, bacarıq, deməli, təcrübə və təlim. İnsan bilikli ola bilər, bacarıqlı ola bilər, təcrübəli də ola bilər, amma bunu ortaya tökə bilməz. Yəni suna bilməz qarşındakı insana. Söhbət təlimçidən gedir müəllim burada. Yox, burada istənilən səriştəli bir şəxsdən gedir. Bəli, tamam. bəli. Yəni mən biraz daha geniş cavab verdim. Fərq etməz. Düşünün ki, adamın biri tutaq ki, satış meneceridir. Tamam. Və adam istəyir hər hansı bir malı sunsun. Təcrübəlidir, biliklidir, bacarıqlıdır bu mənada. Amma adam özünü publikanın qarşısında aparmağı bilmir. Misal üçün. Və yaxud adam məsəl üçün müəyyən bədən dili ilə məlumatı yoxdur bu barədə. Və s. Hər hansı bir o aspektlər var ki, bunun üçün təlim lazımdır. Eləcə də mənim işimdə. Yəni tamam sətəm üzrə bir yerə qədər təcrübəliyəm, bilik var, bacarıq da var, işləmişəm. Zaten demirəm sahədən gəlmişəm. Yəni həmişə kabinetlərdə oturmamışam. Bunun üçün yenə də təlim, mənim özümə belə təlim lazımdır. Ki mən indilərdə də yəni bəzən mənə vacib olan təlimlərə qatılıram. Belə deyək ki, müəllim, mən belə anladığım qədərilə qısa olaraq başa düşsəm, belə demək olar ki, mən əgər bir şeyi bilirəmsə, bacarıramsa, sadəcə mənə yönləndirib düzgün, daha tez, düzgün addımlar atmam üçün təlimçidən faydalanmalıyam. Bəli, bəli, eynən. Təlim bax onda önəmlidir. Təlim və təlimçi, bu da önəmlidir. Ha baxın, təlim, super bir təlim keçəz. Təlimçi də önəmlidir. Yəni orada təlimi kim sənə sunacaq? O önəmlidir. Bəs bugünkü mənim ölkə bazarında kifayət qədər təlimçilər var. Və müxtəlif mövzularda təlim mövzuları bugün çox qlobal deməyək də, yəni belə ölkə bazarını əhatə edən bir səviyyəyə çatıb. Hər sahədə təlimçilər var. Hər sahədə kurslar var, fərdi belə də mentorluq edən təlimçilər var. Bunlar çoxluq təşkil edir. Yaxşı, bu bizim üçün faydalıdır ölkəmiz üçün. Əlbəttə ki, birinci, yəni mənim cavabım bəli, faydalıdır. Çünki nə qədər neqativlər də eşitsək, hansısa bir təlimçi təlimi düzgün aparmadı. Məsələn, mənim təcrübəmdə olub necə? Mənə təlim keçən iki nəfər təlimi misal üçün uğurlu olmayıb. Yəni adam təlimi keçə bilmədi, yəni. Məndə olub bu, mənim təcrübəmdə. Məndə də olub. Yəni necə? Qrupda məsəl üçün 2 nəfər bəyənməyib məni. Olub. Yəni təcrübəmdə olub belə bir hal ki, adamlar mənim yanaşmamı bəyənməyiblər, yəni. Çox, yəni belə deyək də onların çıtaları, onların belə deyək də gözləntiləri çox yüksək olub. Mən onlara cavab verə bilməmişəm. Tamam, qəbul edirəm, bu da olub. Burada məsələ nədir? Bu hər bir halda nə qədər belə neqativlər olsa belə, bu yaxşı bir şeydir. Yaxşı bir haldır ki, yəni Azərbaycanın bu professional bu bazarda bu qədər, yəni savadlı, bilgili belə deyək insanlar var. Hə, tamam, indi bunun mənfi tərəfi nədir? Mənfi tərəfi də individuallara qayıdan bir məsələdir. Məsəl üçün, təlimçidir, səhv məlumat ötürə bilər. Ona da qayıdacaqdım əslində, belə deyək. Biz yaxşı təlimçi necə bilməliyik, necə öyrənməliyik ki, bu yaxşıdır və biz bundan düzgün addımı öyrənəcəyik, düzgün istiqaməti öyrənə biləcəyik. Çünki mentor təlimçi dediyim kimi çoxdur. Bugünkü gün dünya bazarına baxanda da çox insanların bundan yaxşı pul, para qazandığını gördükdə, bizdə insanlar var ki, mən də bir neçə kursa gedim, mən də gəlim mentorluq edim, təlimçilik edim deyə bir şeylər, yəni bugünkü dəb halına gəlib. Və bu halda məsələn sıravi insandır. Universitetdə oxuyur və universitetdə bir tələbədir, gəncdən söhbət gedir. Yəni bu da baxır ki, təlimin həqiqətən bunun faydası var. Bunu mən həyatıma bunu tətbiq etməliyəm. Mən də bu təlimə gedim, mən də bu öyrənim. Və bu halda mən təlimçi necə seçməliyəm?
belə deyək, sıravi bir iştirakçının ki, gəlib öyrənməyə, təlimi seçmək deyə, təlimçini seçmək deyə bir lüksü yoxdur. Amma necə edə bilər? Məsələn, mən tutaq ki, mən təcrübəliyəm bu mənada, özümü təcrübəli sayıram. Hə, bəli, mən seçə bilərəm. Mən məsəl üçün qiymət verə bilərəm. Bu təlimçi belədir, bu təlimçi elədir. Amma bunu necə etmək olar və yaxud da ki, həmin o sıravi bir iştirakçı bunu necə etsin? Ən, yəni doğru üsullardan biri benchmarkingdir. Başqa təlim, məsələn, bir təlim mərkəzi var, başqa təlim mərkəzi də var. Oraların həmin təlim mərkəzlərinin səviyyələrini, orada olan təlimçilər haqqında feedbackləri, sonra oradakı iştirakçılardan sorğu və s. bu kimi hallarla indi bu dəqiqə bilirsiniz də biz sosial dünyada yaşayırıq. Sosial şəbəkələr var. Yəni nə olsa, yəni dərhal məsələn hamı paylaşır, çəkir və insanlar orada fikir bildirir. Tamam, düzgün bildirəni var, ədalətli var, ədalətsizi var. Bunu qoyuram qırağa. Amma insanlar bir fikir bildirir. Yəni 100 nəfərin hamısı təbii ki, yəni belə deyə də, yəni səhv-süf belə fikir bildirməyəcək ki. Onların içində doğru fikir bildirən də olacaq. Bu mənada, yəni sən bunu araşdırma etsən, düşünürəm ki, sorğu və s. və düzgün təlimçi seçmə şansın ehtimalı artır. Bir dənə burada söyləyim. Mən bəlkə də yeganə ölkələrdən biriyik ki, Azərbaycan ölkəsi, yəni tək-tük dünyada olan ki, insanların aldıqları xidmətdən, aldıqları məhsuldan onun haqqında fikir söyləməsi çox məhdud saydadır. Bugünkü gün təzə başlayım. Məsəl üçün Trend Yoldan falan alınan bir məhsulun altında Azərbaycandan da rəylər görürsən. Amma deyərdim ki, 10 il öncəsində, yəni məsələn Rusiya bazarlarında, Rusiya saytlarında belə bir hər hansı bir şeyin feedbackində deyək ki, insanlar öz fikirlərini yazırdısa, amma burada qətiyyən belə bir şey eləm. Azərbaycanda bu yox idi. Yəni məhdud səviyyədə. Narazı olsa da özündə narazı qaldı. Heç kəs onu insanlar da bu narazılığı görüb gələn dəfə onlar da bu səhvə yol verməsinlər deyənə etmirdilər bunu. Amma bugünkü gün biz ən azından bu da nə qədər də olsa inkişafa gedib, amma yenə də çox sayıda deyil. Düşünürəm ki, tam da elə deməzdim. O mənada ki, yəni bu 10 il bundan öncəki sosial şəbəkələrin həyatımızdakı belə deyək payı indiki kimi deyil. Məsələn 10 il əvvəl mənim bir sosial şəbəkədə əgər profilim var idisə, indi bəlkə 6 dənə sosial şəbəkədə profilim var. Yəni hamı da belə deyək qapalı deyil ki. Mən adicə uzağa getməyək. Yox, inkişaf etmək edib. Əvvəlkindən qat-qat artığındayıq indi yenə də. Başqa ölkələrlə ola bilər səviyyədə razıyam. Amma yenə də deyirəm də bayaq bunu danışdıq ki, biz reallığı unutmayaq ki, biz Azərbaycanda yaşayırıq. Biz buranın gedişatı ilə barışmalıyıq və ayaqlaşmalıyıq. Yəni biz belə deyək, inkişaf etməkdə olan ölkədə. Bəli, bu prosesdə inkişaf edir. Bəli, inkişaf edir bu prosesdə. Yəni sən də buna uyğun. Misal üçün xaricdə yaşasaydıq 100 nəfərin kommentindən bir nəticə çıxardacaqdıq. Azərbaycanda tutaq ki 10 nəfərin kommentindən bu barədə, hər hansı bir məsələ barədə sən fayda çıxardacaqsan özünə. Amma əsas araşdırma üsulunu mən istədim burada sizə və dinləyicilərə çatdırım ki, yəni Allah razı olsun, aydınlıqdır. Bu cür olmalıdır yəni. Bəs müəllim, bir dənə də sual verim. Təlimçi olar 20 min insana təlim vermisiniz. Təlimçi insanları tanımaq deyə zorundadırmı? Yəni insanların bir-birinə zahirindən danışığındanmı, onlara bələd olması təlimçiyə vacibdirmi? Yəni bu xüsusiyyətə malik olsa daha yaxşıdırmı? Əlbəttə. Yəni bu təlimçilər üçün təlim deyən bir təlim də var, belə deyək. Həmin təlim də məsəl üçün materialda bu var. Yəni əlbəttə auditoriyanı tanımaq önəmlidir. Bu bir neçə üsulla ola bilər. Öncədən sənə bildirirlər. Sən misal üçün bu tip məsələn 10 nəfər mühəndisin qarşısında çıxış edəcəksən və yaxud məndə olub təcrübədə 10 nəfər qadının qarşısında çıxış edəcəksən. Satış üzrə qadın. Müəllimələrin qarşısında çıxış edəcəksən. Məsələn mənim təcrübəmdə olub 15 dənə müəllimə, 15 nəfər müəllimənin qarşısında hər hansı bir mövzuda danışmaq. Yəni ona görə öncədən tanımaq bu rahatdır. Niyə? Çünki insana bir vaxt qazandırır və sən artıq hazırlıqlı olursan ki, mən kimlərlə danışacağam. Bir də var ki, sən tanımadığın bir auditoriyadır. Gəldin, düşdün auditoriyanın içinə və auditoriyanın birinci göz kontaktı ilə, yəni hamını bir-bir nəzərdən keçirmək lazımdır. Və ilk başlarda imkan yaratmaq lazımdır ki, auditoriya danışsın. Özün təqdimat falan girişi verdin. Ondan sonra bir neçə orada üsullar var. Bir neçə suallarla auditoriyanı danışdırırsan. Və danışanda auditoriya onlarda artıq təbii ki, bu yenə deyirəm, burada psixologiya önəmlidir, bədən dili önəmlidir, danışıq manerası önəmlidir.
ki sən artıq danışan adamın bədən dilindən, onun manerasından, onun sərf etdiyi sözlərdən artıq onun haqqında bir fon yaranır səndə. Bu təcrübə ilə və dediyim kimi təlimlə bu oturuşur. Və sən artıq onları danışdıra həm planını qurmuş olursan, həm auditoriyanı tanıyırsan ki, bu çox önəmlidir. Yəni təlimçi elastik olmalıdır. Elastik. O mənada ki, yəni hər düşdüyü vəziyyətə uyğun davranmalıdır. Yəni sən tutaq ki, sənə gəlmişlər ki, gəlib işçilərə təlim keçəsən, anidən plan dəyişdi, mühəndislərə təlim keçəsən. İşçinin səviyyəsi ilə mühəndisin səviyyəsi fərqlidir. Deməli, yanaşma da fərqli olmalıdır. Və sənin də vaxtın olmadı. Sən orada bildin mühəndis heyətinin təlim keçəcəyini. Və bu təlimçi bütün bu challenge-lərə, belə deyək də, çətinliklərə hazır olmalıdır. Və dediyim kimi auditoriyanı tanımaq çox önəmlidir. Bunun üçün də təlim, yəni müəyyən təlimlər keçmək, təlimlərə baxmaq, psixologiya ilə bağlı biraz maraqlanmaq, bədən dilindən maraqlanmaq, danışıqla bağlı, nitqlə bağlı kitablar var, şükür Allah internet var da, videolar var. Bu bilgiləri sən belə deyək də öz bazana toplamaqla lazım gəldikdə beyin onları gözünün qabağına qoyur və qarşındakı adam haqqında səndə bir fikir formalaşdırır ki, bu adamla necə danışacaqsan. Çünki hər insanın dili fərqlidir. Hər qrupun dili fərqlidir. Aydın. Burada biraz tam təlimdən biraz kənardır, amma auditoriyaya müraciət dediniz. Yəni sizin bildiyim qədər TikTokda bir videonuz var müəllim. Həmin videonuz yarım milyona yaxın bir baxış görüb. Yəni bu bir auditoriya baxışıdır. Yəni bir auditoriya gördüm. Yəni burada mövzu nə oldu? Bu necə baş verdi də bu? Belə deyək bu. Məşhur video, bəli. Çox açığı gözlənilməz oldu. Mənim bir yoldaşlar dəvət eləmişdi. Cavan uşaqlar idi, əksəriyyəti belə deyək də subay, işlə bağlı məsəl üçün məsləhətlər oldu orada, məsələn yaşlı belə deyək də təcrübəli insanlar öz karyeraları haqqında danışdılar. Belə tövsiyə xarakterli bir məclis idi, maraqlı. Gənclərə nəsihət. Bəli, gənclərə nəsihət. Həm evlilik, həm iş, karyera və s. hər cəhətdən. Yəni söhbətlər getdi orada. Və burada da yəni söhbət əsnasında mən orada məsəl üçün evlilik məsələsinə toxundum və mən ümumiyyətlə təlimlərdə də bayaq misal üçün işdə biz bir proseduru müzakirə edirik yoldaşlarla. Mən orada məsəl üçün indi canlandırıram belə deyək, obrazını danışıram da, yəni təsvirlərlə insanları elə bir canlandırıram. Deyirəm bax işçi, məsələn deyə bilərəm fəhlə gəldi bunu. Mən deyirəm bax mən fəhləyəm. Həmişə özümü misal çəkirəm. Deyirəm mən fəhləyəm, gəlmişəm, bu uyğunsuzluğu aşkar elədim. Mən kimə deyim bunu? Da yəni o proseduru elə bir ki teatr kimi canlandırıram ki, aydın olsun bizə ki, yəni bu yazmışıq bunu. Oxuyan adam düzgün başa düşsün. Və təlimçinin önəmli xüsusiyyətlərindən biri də odur ki, ümumiyyətlə danışan adamın, nəinki təlimçi ol, fərq etməz, rəhbər ol, mühəndis ol, satış meneceri ol, fərqi yoxdur. Elə danışmalısan ki, bütün kütlə onu eyni başa düşsün. Maksimum səviyyədə fərqlilik olmasın. Aydındır. Bu fərqliliyi minimuma endirmək lazımdır. Çünki sən iki başlı danışanda, tutqun danışanda və ya alatoran danışanda, bu mənim sözlərimdir təbii ki, yəni insanlar da fərqlidir. Yəni Allah Taala bizi fərqli yaradıb, barmaq uclarına qədər. Quranda dediyi kimi, elə deyilmi? Biz deməli, mən bunu bir cür başa düşəcəm, digər başqa bir şəxs onu başqa cür başa düşəcək. Ona görə bax bu da çox önəmlidir. Və orada da misal üçün mən misalı özümdən verdim. Yəni hara gətirirdim misalı? Ki, yəni mən bütün məsələlərdə hər zaman xoşlayıram ki, özümü misal çəkim. Ki, heç kim inciməsin, yaşındakı adam bəlkə pisinə gələr. Onlar da insandır. Mənim misalımın niyə belə deyə predmeti olmalıdır ki? Mən misalı özümdən çəkdim, öz evliliyimi danışdım, başıma gələn hadisələri falan filan. O da o qardaşlar da, oradakı insanlar da faydalandı. Yəni razılıq elədilər və bunu da paylaşdım. Bir müddət sonra paylaşdım da. Dedim bəlkə faydalı olar. Gördüm həqiqətən də faydalı oldu. Yəni çoxlu baxış oldu, maraqlı oldu insanlara, paylaşdılar falan. Evliliyə təşviq idi yoxsa evlilik zamanı, bax, evlilik zamanı çətinliklərə sinə gərmək idi orada. Çünki insanlar orada məsələn çoxu şikayət edir ki, istəyirəm evlənməyə alınmır falan, belə məsələlər oldu və insan da yəni bir dəfə alınmır, iki dəfə hər adam dirəncli deyil ki. Bəzən adam pəs edir. Deyir, evlənmirəm.
həyatı tam başqa məcraya getdi. Mən o mənada onlara motivasiya vermək istədim ki, yəni canlı karifə oturub qarşınızda. Məndə də belə hallar olub. Bu alınmadı, bu elə oldu, belə oldu. Sonra alındı da. Allah yəni qismət elədi. Mən dua etdim, niyyətimi dəyişdim, alındı. Bu da həqiqətən çox rəğbət qazandı. Yəni TikTokda bunu izlədilər çoxlu insanlar, paylaşdılar falan. Çoxlu kommentlər yazdılar. Bilmirəm 2000 dənə komment yazılmışdı. Komment demişəm müəllim. Kommentlərdə bax nəyə vurğulayır da? Bax insanların belə deyək, bugünkü cəmiyyətin o videoda 500 minə yaxın bir baxış görən bir videoda kommentlərdə insanlar nədən şikayətlənirlər, nəyə maraq göstərirlər, nədə nöqsan və ya nədə tərif gördülər. Yəni bu hissəsi də maraqlıdır mənim. Hə, bu əksər kommentlərin bir hissəsi orada yanımda bir yaxın dostum var, o əyləşmişdi. Onun çay içib şirniyyat yeməyindən idi ki, bu nə qədər yedi, nə qədər çay içdi falan. Amma misal üçün orada çoxlu razılıq, pozitiv kommentlər gördüm. Maşallah nə yaxşı filan da belə bu cür. Sonra çoxlu orada xanımların kommentləri mənim diqqətimi çəkdi. Ki kommentlərdə xanımların Azərbaycan xanımlarının bir hissəsi deyək də. İndi demirəm bütün Azərbaycan xanımlarını əks etdirir o kommentlərdəki qadınlar, amma əksər qadınlar orada misal üçün bu halın nə yaxşı olduğunu, çünki mən orada biraz daha geniş danışmışdım və onların həyatında bunun olmadığını sərgilədilər. Yəni belə deyək də, həyat yoldaşlarının onlara qarşı diqqətinin az olması, dəstəkləməməsi, tutaq ki, hər hansı bir qərarında, işləməklə bağlı, hər hansı məsələdə. Belə kommentlər də oldu, üzücü kommentlər. Mən indi hamısına düz cavab verməyə vaxtım, imkanım olmadı, amma imkan tapdıqca mən də ürəkdirək vermək amaçlı, inşallah yaxşı olar falan belə kommentlərlə çalışırdım ki, həmin o kommentləri yazanlara bir dəstək, bir motivasiya olsun mənim tərəfdən. Düşünürəm ki, bugünkü cəmiyyətimizdə ailə və qadın problemləri kifayət qədər mövcuddur, düzdür müəllim? Hə, bəli. Yəni bunun elə başında biz bu söhbətə girməyə qədər elə boşanmalar, yəni ya ətrafımızdakı insanlar, qonum, qonşu, yəni boşanmaların sayının çoxalması bu vəziyyətin həqiqətən acınacaqlı olduğunu göstərir. Və mənim bu barədə də fikrim var, açığı. Mənim fikrimdir təbii ki. Bunu hamının qəbul etməyə belə bir mükəlləfiyyət yoxdur. Mənə görə əsas bunun başında durur sosial media. Yəni kinolar, seriallar, bəzi verilişlər, bayağı verilişlər ki, insan baxır buna. Yəni elə bilir ki, onu heç vaxt dəyişməz də, amma elə deyil. İnsanın beyni yəni rahat şəkildə dəyişə biləndir. Deyərsən bunu hardan çıxartdın? Sual verə bilərsən. Düşün ki, bir nəfər milyonları necə idarə edir? Bir nəfər misal üçün bir əmr verir ya belə bir danışır belə atəşli və milyonlar onu ikna olur. Onun arxasınca gedir, onu təsdiqləyir və s. Bu nəyə göstərir? Yəni insanın beyni elə də yəni dəhşət şey mürəkkəb deyil, primitiv bir qurğudur. Tamam, içindəki o proseslərdən danışmıram. Psixoloji vəziyyətdən danışıram. Düşünün ki, insanın 4 psixoloji halımız var bizim. Yəni qrup. 4 qrup. Yəni 8 milyard insan var. Bir psixoloq gəlib onları polkalara yığsa, rəflərə yığsa 4 qrup, yəni psixoloji halından 4 qrup alınacaq. Yəni bunu nəyə göstərir? Yəni biz elə də çox mürəkkəb bir mexanizm deyil bu. Nəyə gətirirəm? Yəni burada da həmin o dediyimiz televiziya, sosial şəbəkələrdəki bəzi bayağı verilişlər, seriallar həmçinin qadınların beyin, nəinki qadınların, kişilərin də beynini yuyur. Yəni məsələn seriallara baxsaz, mən baxmıram, amma haçan rastıma çıxmır bir kəsik, nə bilim, çevrəndə məsəl üçün ki, ancaq aqressiya, ancaq xəyanət, dəbdəbəli bir həyat və yaxud tutaq ki, kişi qadını sevmir, qadın o başqasını sevir, belə qarma-qarışıq bir bütün, yəni haçan rastıma çıxsa, bütün istənilən baxan adamlar bunu məni dinləyəndə özləri düşünsünlər. Baxdıqları seriallara baxsınlar, sujet xəttinə. Hamısı bu üzrədir. Az və ya çox fərqliliklə. Xəyanət, nə bilim, cinayət, bəli, aqressiya, yəni aqressiya, adi danışıq, gözün qışqırır. Bu da istər-istəməz insanlara təsir edir. Qadınlara haydi təsir edir, yəni evdar xanımlarımızı qəsd edirəm. Kişilərə də təsir edir. Kişilər də bunu normal həyat
rutini bilir. Qadınlar da. Ki həyat belə olmalıdır. Aydındır. Yəni mən xəyanət də edə bilərəm. Tutaq ki, qadın düşünür ki, mən ərimin tutaq da belə dava-dalaş edə bilərəm ya başqasını sevə bilərəm. Nə bilim, yəni mən bunu tələb edə bilərəm, hər hansı bir şeyi, maddi durum məsələsini və çox məsələlər var. İndi ola bilsin mən burada bəlkə də fikrimi tam çatdıra bilmədim. Amma düşünürəm ki, mənim fikrimdə, indi deyirəm, mənim subyektiv fikrimdir. O mənada ki, bizim bu acınacaqlı vəziyyət, yəni ailə, məişət məsələlərində ki, boşanmaların sayı artması buna yəni birbaşa nümunədir, belə deyək, göstərgədir. Bildiyim qədər statistikamıza görə çox dünyada qabağa gəlmişik, yəni. Bəli. Yəni biz çox acınacaqlıdır, çox təəssüfləndirici bir haldır. Bunun başında duran faktorlardan biri televiziyadır. Televiziya. Yəni dediyim kimi də seriallar, sosial şəbəkə və s. Bu bayağı verilişlərdir. Yəni biz indi Allaha sonsuz həmsana olsun, biz İslamdayıq. Allah bizə lütf edib İslam'a gəlmişik. Yəni ibadət edirik. Yəni siz İslamda bu ailə mövzusunda, yəni bildiyiniz qədərilə bunun çözümünü, bunun həlli üçün kifayət qədər həll yolu varmı? Yəni bu sadəcə mən bilirəm sualın cavabını. Sadəcə izləyicilərimizə də maraqlı olsun. Bu mövzuya toxunduq deyənə biz sizdən də bir fikir alaq. Bilirsiniz, mən fikir verdinizsə, sözümü başlayanda insanlar qeyd etdim. Hətta Allah Quranda da, Qurani-Kərimdə də bəzən insanlar deyə xitab edir. Bəzən möminlər deyə xitab edir. Bəzən kafirlər deyə xitab edir. Bəzən kitab əhli deyə xitab. Görürsüz, ayrı-ayrı fərqlidir. Bəli, ayrı-ayrı kontingentə bəzən Allah Taala yəni xitab edir. Burada da mən insanlar deyəndə, yəni mən bilirdim, yəni bu sualın arxasında bu sual gələ bilər. Yəni ehtimal edirdim. Ona görə insanlar deyə bunu mən canlandırdım, yəni səsləndirdim. Yəni fərq etmir. Əgər bir müsəlman ailə, bir müsəlman bir xanım, bəy, yəni namaz qılan dediyiniz kimi də ibadət edən Allaha və s. bu halları yaşayırsa, yəni o burulğanın içinə düşübsə, az və ya çox, bəli, onun da belə bir ehtimalı var. Bunun da yolu nədir? Sualınızın cavabı. Yəni belə deyək də, heç kim sinəsinə döyməsin ki, yəni bunun buradan mən amiranə, necə elə məsuliyyətini dərk edib deyirəm. Heç kim sinəsinə döyməsin ki, mən tutaq ki, baxaram da seriala, amma mənim başıma heç bir iş gəlməz deyə mən təsirlənmərəm. Aydındır? Bunu heç kim sinəsinə döyməsin. Çünki məşhur ayə var. Allah Taala Quranda deyir, zinaya yaxınlaşmayın. Demir, zina eləməyin. Yaxınlaşmayın deyir. Yəni baxma, getmə o tərəfə və s. O səni ora aparan yolları bəri başdan deyir. Niyə? Çünki Allah Taala öz qulunu bilir axı. O bilir ki, biz zəifik. Biz o tərəfə getsək, biz uçuruma düşə bilərik. Yəni təsirlənə bilərik də, belə deyək. Seriallardan, mən misalı serialın üzərinə qurdum. Seriallardan. Ona görə sualınızın cavabı olaraq tövsiyəm odur ki, elə seriallara, elə yəni verilişlərə çalışıb baxmamaq. Bir də sizə dəstək olaraq deyim ki, məsələn biz ən çox təsirlənən qəlbimizdir də. Bəli. Allah Rəsulü Peyğəmbər sallallahu bir hədis var da, insanda bir ət parçası var. O sağlam olarsa bütün bədən üzvləri sağlam olar. O da buranı göstərir və deyir qəlbdir. Qəlbdə yəni necə təsirlənir? Eşidərək, görərək, danışaraq. Əgər biz ona o fuhuş və ya cinayət və ya pis sözlü olan bir videolar, əxlaqsızlıq olan bir video nə qədər görsə, eşitsə, istər-istəməz o təsirlənəcək. Elə. Və o təsirləndikdə o istər-istəməz həyatına təzahür etmiş olacaq. Yəni bu da istər-istəməz görünən bir ki, acınacaqlı həyatı gətirib çıxardır. Əfsuslar olsun. İnşallah Allah Subhanahu taala bizim xalqımıza bu şeylə kömək olar. Tezliklə bu məsələləri tezliklə bitər və sağlam və belə deyək, uzun ömürlü bir ailələrə cəmiyyətimiz sahib çıxar. Amin, amin inşallah. Bəs müəllim, bir dənə deyim elə ailə mövzusuna selim. Ailə mövzusunda insanların həm İslami olsun, həm dünyəvi cəhətdən olaraq baxsaq, maariflənməsi nə dərəcədə önəmlidir? Bax bu məsələdə. İstəyir boşanmalar olsun, istəyir ailə tərbiyəsində, övlad tərbiyəsində, insanlar işçi bir-birinə münasibətdə, dost-dostla münasibətdə. Mən yenə də misalı özlərimdən verəcəm. Məsələn, mən ailə həyatı quranda mənim yoldaşım onun cehizlərinin yanında, içində bir korobka var idi. Qutu. O qutunun içində kitablar var idi.
ailə, sağlamlıq, övlad, uşaq, yəni tibbi baxımdan da belə deyək. Və digər ədəbiyyatlar var idi. Yəni sırf bir qadına, yeni ailə qurmuş bir qadına, gələcəyin ana olacağı bir qadına, həyat yoldaşı ilə müştərək bir həyat paylaşacaq bir qadına lazım olan harca bir ona yaxın kitab var idi. Nə gözəl. Hə, yəni o məsələn onları oxumuşdu. Özü ilə də cehiz gətirmişdi. Ki sən də oxu. Yox, mən oxumağa ehtiyac olmadı. Allah çox şükür. Deməli, yəni deməyim odur ki, maariflənmə çox önəmlidir. Bəzən çünki inanın mənə baxanlar biləcək də, yəni mən çox insanlar var ki, onlar məsələn ailə məsələlərində görsən, ailə problemlərini gəlib mənimlə bölüşürlər ki, yardım nöqteyi nəzərindən. Və mən də bacardığım qədər dəstək, yol göstərmək falan da. Həm şükür bir yaşımız var, bir təcrübə var, belə deyək. Plus üstə gəldi ki, yəni ailə baxımından da bir artıq 20 ilə yaxın ailəliyəm. Maşallah. Demirəm, hər bir ailədə olur, böhran halları olur, sıxıntı olur Allah falan. xoşbəxt uzun ömür nəsib eləsin. Amin, çox sağ olun. Allah hamıya, yəni ailə səadəti, dayanıqlı həm həyat yoldaşı, qadın, kişi nəsib etsin. Bu barədə yəni mən rahat şəkildə düşünürəm ki, özümü o zümrədən hesab edirəm ki, bəli, kiməsə məsləhət verə bilərəm. Niyə? Çünki dediyim kimi təcrübəm var, dayanıqlı bir şey var, müddət var, yaşım var. Müəyyən də bir bilgilər də var və həmin yoldaşlar, qardaşlar müraciət eləyiblər. Məsəl üçün mən də onlara bəzən elə şeylərə şahid olur adam dinləyəndə. Yəni belə qalırsan ki, yəni budur, yəni ailəmizin problemi yəni. Yəni çox primitiv bir nüansı nə qadın, nə kişi çözə bilmir. Yəni o bilirsiniz şuurat o yoxdur da, yəni xırda bir şeydir də. Yəni çox bunun üçün bir balaca belə deyək, bir balaca bir gözü açıq, dünya görüşlü, bir balaca bir bilgili olmaq lazımdır. Çox yox ha, çox az bir. Ki yəni bunu sən rahat şəkil, yəni mən deyəndə elə bir doğrudan bu və hər şeydə alınır. Yəni mən qınamıram, düzdür. İndi hərə fərqlidir. Allah Taala bizi fərqli yaradıb. Amma bəzən deyirəm Allah, yəni bu primitiv bir şeydir. Yəni bunun üzərinə bir belə şişirdib bunu ailənin dağılmasına kimi gəlib çıxan hallar olub ki, o uçurumun astanasından biz onları qaytarmışıq. Allah həmd. Müvəffəqiyyət Allahdandır təbii ki, amma yəni sözünüzə gətirirəm ki, maariflənmə çox önəmlidir. Maariflənmə müxtəlif cəhətdən. İstər fərq etməz. Yəni namaz qılandır, namaz qılmayandır. Yəni ümumən cavanlar üçün deyirəm. Birinci bu insan mental olaraq yetişməlidir. Yetişmək. Məsələn mənim fikrimcə xanımların yetişməsi 20-dən yuxarı olmalı. Yəni 20 yaşdan yuxarı, 20, 22. Bəylərin isə 24-25 yaşdan yuxarı. Yəni ondan tez tək-tük yenə deyirəm, kimlərsə baxır, deyər ki, mən 20 yaşında evlənmişəm. Tamam, yəni o individuallar kütlədən kənarlaşan bir məsələdir. Onlara xas olan bir məsələdir. Amma ümumən mənim fikrimdə kütlə, yəni xanımın ailə qurması bu halda effektli olur, kişininki bu yaşda effektli olur. O mənada ki, birinci mental yetişməlidir insan. Mental. Hazır olmalıdır. Bəli, hazır olmalıdır. Yəni o anlamalıdır məsuliyyətini. Mən yəni bu üzr istəməyi belə oxşatmaq kimi, yəni xanımlarımız bağışlasın. Yəni ta ki bir kişi kimi mən paltar, kostyum, şalvar almıram. Kim elə fikirləşirsə vay onun halına. Yəni o adam ancaq nə demə, yəni ən ağır sözləri ona demək lazımdır ki, yəni sən necə belə düşünə bilərsən? Kiminsə qızını, kiminsə bacısını sən evinə gətir və sonra tutaq ki, ondan xırda bir şey üstündə ayrıl. Bir dənə dəstək ola deyim ki, dinimiz də deyir ki, siz evliliklə imanın yarısını tamamlayırsınız. Təsəvvür edin, bu sizin ömür yarısınızdır elə belə. İmanın yarısıdır bu. Bəli. İnsan imansız da ola bilər. Amma yəni İslamdan gətirdim, yəni gör nə dərəcədə bir önəmli və dərəcə olaraq necə bir dərəcəyə sahib olan bir şeydən gəlir söhbət. Çox doğru dediniz, bəli. Məsəl üçün amma iman etməyən kontingentə də səslənirik ki, yəni onlar burulmasınlar ki, ayda biz imansızıq, inanmırıq. Bizə aid deyil. Yox, əstəğfurullah. Onların şeyinə desə bizə, hər güclü bir kişinin arxasında bir qadın dayanır. Bəli, yəni hər halükarda. Yəni hər tərəfdən baxanda, yəni yenə də bu bərabər, bir-birinə balanslı başa düşən bir cəmiyyət olanda daha effektli, daha uğurlu bir ailəyə, cəmiyyətə sahibsən. O deyir, bir ailəni islah etmək istəyirsənsə, cəmiyyəti islah eləmək istəyirsənsə, ailənin islahından başla,
övladlarına və ailənin islahına. Ailə islah olarsa, cəmiyyət də islah olar. Təsəvvür bir insan hər kəs öz ailəsindən başlasa və o da özü islah oldu, cəmiyyəti özü onu da görənlər deyəcək, nə yaxşı islah olub da, bu düzgün bir hərəkətdir. O birisi ona baxdı, biraz da o ondan faydalandı. Biraz da bu artıq bu şaxələndikcə artıq cəmiyyət düzgün formaya gəlmiş olur. Yəni hətta bir insan misal üçün tutaq ki də inançlı insan deyil. Amma yenə də onun üçün də onun əsl, ona lazım olan qadın, xanım, eləcə də tərsinə deyək də o kişi. Onu artıq belə deyək də həyatda lazım olan yarısı artıq onun varıdır. Yerdə qalan yarısını da düşün, işdə, qazan və s. əldə elə. Burada bir söz dedi. Fərhad soyadını unutmuşam. Bir psixoloq var, türk soyadı. O Azərbaycan tez-tez gəlib gedər. Onun bir dənə sözü var. Deyir ki, mən Azərbaycandan bir dənə sözünü çox sevirəm. Türklərə müraciət eləyir ha. Türklər həyat yoldaşına eşim deyirlər də. Deyir Azərbaycanda çox gözəl bir şey. Həyat yoldaşım. Yəni bu həyat ömür boyu çəkəcəyin bir həyatın yoldaşını axtarırsan. Bu sənin həyat yoldaşın, ömür gün yoldaşındır, yəni belə deyə. Yəni hətta o belə psixoloq belə bunu vurğulamışdı. Yəni mən də şəxsən eşitmək çox xoş oldu ki, məsələn bizim ölkəmizdə bu yanaşma, bu həyat yoldaşı olan münasibət, yəni əslində çoxluq təşkil edir bizdə. Cəmiyyətdə yaxşı ailələr, düzgün ailələr də çoxluq təşkil edir. Bu bizi sevindirici haldır, amma dediyim kimi cavan ailələrdə bu gün gördüyümüz o boşanmalar, statistik olaraq bizi xoş salmayan məlumatlar istəsəm üzücüdür, amma inşallah ki biz də düşünürük ki biz də cəmiyyətə fayda verdikcə, insanlar da bir-birlərini faydalandırdıqca cəmiyyətimiz daha islah olub, daha firavan bir cəmiyyətə çevrilər. Elədir. Qaldığım yerə qayıdıram. Təlimçinin xüsusiyyətlərindən biridir. Bunu da bax burada, yəni necə deyirlər, hamı dinləyənlərə məndən o deyir bir ərmağan olsun, ekstra. Təlimçinin xüsusiyyətlərindən biri odur ki, özəlliyindən. O qaldığı yer var. Çünki təlim prosesində olur bəzən. Sualı gətirir. Həqiqətən öyrənmə niyyəti ilə. Düzdür, fırlama iştirakçılar da olur ki, qaçsın təlimi. Mən amma dəstək verdim. Bildim. Yox, sizə görə demirəm. Ümumiyyətlə fayda olsun deyə bizim dinləyicilərə. O mənada ki, qaldığı yer var ha. Nə qədər şaxələnsə belə söhbət, o qaldığı yerə söhbəti gətirmək xüsusiyyəti təlimçinin özəlliklərindəndir ki, biz qalmışdıq orada ki, kişi və ya qadın mental yetişməlidir. Yəni bizim buradan şaxələndi. O mənada ki, yəni yetişmə nədir? Təbii ki, birinci fiziki, okey, yəni bir bədən quruluş fiziki olaraq yetişmək, tamam, sağlamlıq nöqteyi nəzərindən də fiziologiya baxımından. İkinci, mental yetişməkdə qəsdim odur ki, yəni adam kişi dərk edir ki, mən ailə qururam, həyat yoldaşım, yəni bir ömür bu xanımla mən yəni hər gün onu görəcəm belə deyək də, hər gün onunla ünsiyyətim olacaq. Yəni bu prosesləri hazır olur ki, bax mən bunu istəyirəm, mənə bu lazımdır və mən bunu artıq özümə həyatımın bir parçası edirəm bunu. Hazırlıq dərkən bunu, eləcə də qadın. Fərq yenədir, amma fərq etməz. Kişi ya qadın inanclıdır ya inancsızdır. Da burada yəni dini məsələ deyil bu. Bu fitrət, insanlıq məsələsidir. Qadın da həmçinin bilir ki, bax mən ailə həyatı quracağam. Artıq dünənə kimi tutaq ki, qardaşım, atam, indi yenə deyirəm normal Azərbaycan mentalitetinə uyğun ailələrdən gedir söhbət. Yəni heç kim burada üzərinə götürməsin. Adam var ki, qadın səhər çıxır, axşam gəlir, nə qardaşı, nə atası ona heç nə demir. Var belə insanlar. Qoyuram onları qırağa. Yəni onlar belə deyək də vaznikat eləməsinlər ki, ya o nə deməkdir kimsə mənim nəzarət falandır. Yəni mən normal mentalitetimizə uyğun Azərbaycanlı ailəsindən danışıram ki, orada bir ata var, ata fiquru var, o nəzarət edir daim. Qardaş var, daimin, yəni belə deyək, ata distance approachdur, yəni distansiyadan nəzarət edir. Qardaş toxunaraq yanında nəzarət edir. Hara getdi, kimlə getdi, neynədi və s. Və bu nəzarətdən çıxacaq bu qadın. Ər nəzarətinə girəcək. Yəni bu yenə deyirəm, feministlər mənə burada kommentlərdə bəlkə də topa gülləyə tutacaqlar ki, bu nə deməkdir falan. Və qadın buna mental hazır olmalıdır. Bəli, mən ailə qurduğum həyat yoldaşımın xidmət edəcəm. Bir çayını verəcəm misal üçün. Yenə də biz Azərbaycanlı mentalitetindən danışırıq da, normal ailə. Paltarını yuyacam, işə yola salacam və s. və ilə axırə. Yəni ona bu mənada zülm etməyəcəm. Eləcə də kişi, yəni qadınına zülm etməyəcək. Onun yeməyidir, içməyidir, geyimidir, istirahətidir. Misal üçün
Yenə misal özümdən deyirəm. Mən ayda 2 dəfə, 3 dəfə məcburi, yəni vaxtım olmasa belə, mən bunu özümə rutin eləmişəm. Mən ailəmi götürürəm. Hamısı olmasa da minimum həyat yoldaşımdan. Gedirik səhər zavtrıqa. Nə bilim, axşam nə bilim bir çörək yeyirik, nə bilim bir sushi yeyirik, nəsə. Yəni bu qadını bunu eləmək lazımdır. Çünki yenə deyirəm, sosial bir dünyada yaşayırıq. Adam görür gözündən. Və görəndə də o onda olmayanda bu da bir qapı açır problemlərə. Ona görə bu bir tövsiyədir. Yəni xanımlarımızı kişilərə əsas səslənirəm. Yenə deyim, mənim fikrimdə ailədə normal ailə, yenə də baxın, normal qadından söhbət gedir. Bax, normal olmayanlar xahiş edirəm mənə, yəni topa atəşə tutmasınlar. Normal qadınlar, normal ailəsində problem yaranırsa bunun kökü kişidədir. Yəni bəylərimiz də mənə, yəni qınamasınlar, yenə deyirəm, təcrübəsi olan, kifayət qədər ətrafındakı insanlara, yəni müşahidə aparan, içini bilən ailələrin adam kimi deyirəm, problem yaranırsa normal qadındır və ailədə problem yaranır. Bunun kökü kişidədir. Kişini araşdırmaq lazımdır ki, sən nəyi düzgün etmirsən, nəyin yerini qarışdırmırsan. Ola bilər bu ana ilə həyat yoldaşının yeri olar. Ola bilər həyat yoldaşının sosial durumu, yəni geyimi, içməyi, yeməyi, belə şeylər ola bilər, istirahəti, bayaq dediyim məsələlər. Ola bilər sənin ona olan münasibətin və s. Yəni müxtəlif səbəblər ola bilər ki, bunu araşdırmaq lazım. Yəni kişi adətən də kişilər bunu edə bilmir. Yəni əl sayı qədər kişilər olur ki, onlar özündə bu faydanı çıxarır ki, mən bunu səhv edirəm. Normalda onun ətrafı ona deməlidir. Burada mən bir dənə şey deyim. Bəzən adamlar deyə bilər ki, bəs maddi imkan olmayan necə vaxt ayırsın, çıxarsın. Mən düşünürəm ki, onun üçün maddiyyat elədi deyil. Biz məsələn hər hansı bir termos götürüb, bir çay götürüb, bir piknikə getmək, yəni onun üçün böyük bir maliyyətə ehtiyac yoxdur. Hər hansı bir dəniz kənarında durub gəzməyə ehtiyac. Sadəcə bir onun əsas lazım olan şey vaxtdır, diqqətdir. Elədir. Əsas odur, bax diqqət. Necə ki, yenə deyirəm, xanımlar belə bir deyim var, deyir, xanımlar qulaqları ilə sevir. İndi bunu kişilər olaraq biz daha yaxşı bilirik. Həqiqətən də xanıma xoş söz demək, onu aparacam belə demək, məsələn, imkan yoxdur, imkan onda aparacam gözəl şəkildə. Onun könlünü əl almaq, yəni bilirsiniz, həm də belədir də. Lap hər nə qoyuram qırağada, indi demirəm, hər ailə ilə hər söhbətə görə dağılır. Yəni kişi olaraq, yəni bizə lazımdır artıq söz söhbətdə, yəni qulağımız o şey eşitsin də, o daimi danışıq, narazılıq və sən bunu hansı ki, xırda bir məsələdir. Yəni bunu yoluna qoymaqla böyük bir qlobal bir məsələni həll etmiş olursan. Bax, mən onu deyirəm ki, misal üçün, misal çəkirəm, ad çəkmədən. Ailədə problem yaranır. Nədir problem? Bala, dinləyirsən də belə. Danışır. Qadın da danışır, kişi də danışır. Misal üçün, həkimə aparmaq söhbəti gəlir. 50 manat xərci var bunun, tutaq ki də. Bunda var pulu, yəni 50 manat onun üçün problem deyil. Deyir, onsuz da deyir, həkim gedəcək, səhəb bunu yazacaq da. Niyə ona 50 manat verim? Mən belə qanuram ki, yəni budur sizin probleminiz. Deyirəm, ay qardaş, sənə lazımdır, bax, bir aydır sənin evində söz-söhbət gedir buna görə. Və sən artıq gör məsələ nə qədər partlaq verib ki, sən yad deməyə, yəni kənar, ailədən kənar bir adama dərdivə açırsan, mən sudya kimi, hakim kimi burada söz-söhbət gedir, müzakirə gedir. 50 manat deyil, ola 50 də qoy üstə apar, ver, söhbət bağlansın da. Pulun yoxdur, mən verim. Yox, pulun var. Yoxsa onu yazacaq. Deyirəm, bildim, mən də bilirəm onu yazacaq. Amma sən nə qazandın? Xanım səndən razı qaldı. Bu boyda da bir ay sənin həyatından getmədi. Yəni, bu belə primitiv məsələləri bəzən eşidəndə həqiqətən, yəni, insan belə qarsan ki, yəni, xanımlarımızı, yenə deyirəm, mən çox ölkələrin də olmuşam, işləmişəm ölkələrin insanları ilə. Və eşitmişik də, indi eşidirik, dostlar, tanışlar. Azərbaycan qadını, mən deyərdim, dünyada birinci yerdədir. Ərlərinə qarşı münasibətdə. Yenə deyirəm, abnormal qadınlar özünü, yəni bura atmasın. Mən normal, mentalitetə uyğun, namuslu, qiriyyətli qadınlarımızdan danışıram. Biz Azərbaycan xalqını çox sevirik. Həm kişilərin, həm qadınlarını dəyər veririk. Yəni düşünürəm ki, bizim həqiqətən xalqımız çox dəyərlidir. Dünyada çox seçilirik biz. Bəli, yəni mən də səfərlərdə çox oluram, üzr istəyirəm müəllim. Yəni səfərlərdə oluram, görürəm insanların münasibəti, yəni bizim millətimiz, yəni həqiqətən çox dəyərlidir. Elədir. Yəni qadınları ona gətirirəm ki, həqiqətən bizim qadınlarımız, yəni bizdən çox az şey istəyir. Çoxdan da az şey istəyir, yəni çox az şey istəyir. Yəni biz bunu verə bilmiriksə qardaş, biz özümüzü sorğulamalıyıq.
Yenə deyirəm, hər şeyi də pul həll eləmir. Tamam, kimsə deyər ki, mənim pulum yoxdur, aparım arvadıma sushi yedizdirim. Tamam, problem deyil. Hər ailənin bir yapısı var. Mən sushi yedizdirirəm, sən ola bilər gedib bir dənə mərci yedizdirərsən ona, misal üçün. Amma nədir? Vaxt keçirdin bir yerdə. Bəli. Oturdunuz, yəni bir yerdə vaxt keçirdiniz. Yəni məsələ budur. Aydındır? Yəni yenə deyirəm, bu elə bir məsələdir ki, çözümü çox cüzi xırda bir şeyə bağlıdır. Sadəcə insan diqqət düşünür və diqqət edir. Və yetişmənin də kökündə bu dayanmalıdır. Qadın da, kişi də. Bu belə olduğu təqdirdə ailə daha dözümlü olur, dayanıqlı olur, bir-birinə qarşı tolerant olur, qoy belə deyim. Yəni səbr edir, üstdən alır. Yəni ehtiyac yoxdur altdan almaq. Yəni hər xırda şeyə görə iyəşmək, şey eləmək çox buna ehtiyac yoxdur. Yenə deyirəm, bir də bunun kökündə yəni sevgi dayanmalıdır. Sevgi. Mənim fikrimcə ola bilər, bəzən olur ki, xanımlar sevgisiz də ailə qurur. Səbr edir, dözür də Azərbaycan mentaliteti yenə gəlir gündəmə. Amma kişilərdə sevgi olmayanda bu çox çətin olur. Yəni kişi tez sınır xanıma baxanda. Yaranan bir şeydir. Hə? Yaranan bir şeydir. Hə, indi ona gəlirəm. Sevgi də nə ilə yaranır? Üstdən almaqla. O xətalarını, səhvlərini görməzdən gəlməklə. Və yaxud da ona sən tutaq ki, bir xəta varsa ortada, istər qadın kişiyə, kişi qadına fərq etməz. Onu gözəl şəkildə, onu qırmadan, onu acılamadan, onu sındırmadan və yaxud təhqir etmədən gözəl şəkildə etməklə. Çünki düşün ki, iki ayrı-ayrı konfessiya, yəni ayrı-ayrı ailədən gəlmiş adam, iki insan bir yerdə bir ailə qurmaq istəyir. Əlbəttə problemlər olacaq. Anlaşılmayan, anlaşılmazlıqlar olacaq. Dəstək olar bir söz əlavə edə bilərəm. Deməli, mən həmişə deyirəm ki, İslam ən ideal psixologiyadır da. Dinimizin baxış tərzi ilə baxsa buna, deyir ki, sən əgər bir istər kişi, istər qadın dediyiz kimi, hər hansı bir səhv görərsən, xəta görərsən də insanda, sən onun bir müsbət tərəflərini yadıma sal. Xatırla, sən deyən kimi, o xəta olan hissəsini yola ver getsin. Onda daha gözəl olacaq. Sən bunun xeyirli tərəfləri də var, yaxşı tərəfləri də var. Bu sənin övladına baxır, sənin üçün yemək hazırlayır, sənin üçün vaxt ayırır. Bu şeyləri ən üstə çəkirsən, önə çəksən. Daha öndə olarsan. Nəyə ki, hansı bir dənə xəta. Bəli. Bilirsiniz, bunu qarşı tərəfə də demək olar. Yəni kişi tutaq ki, bir səhv elədi. Düzdür? Onun müsbət tərəfi yoxmudur? O sənin yaxşı bir video rastıma çıxıb, elə buna aid olan bir videonu istəyirəm onunla bağlı bir danışım. Deyir ki, feministlərdən söhbət gedir, feminist xanımlar, orada bir oğlan da oturub. Yəni onlar deyir ki, biz eynik falan belə. Deyir ki, sənin nə ki indiki sən nəyə maliksən, hansı statusdasan, nəsə, onu sənə kişilər verib. Sən özün onu əldə eləməmsən. Oturduğun binanı kişi tikib. Çertyojunu kişi yazıb. Nə bilim, fundamentini kişi töküb. Maşınları nə bilim kişilər düzəldib. Təkərini, orasını, burasını, hamısını demirəm, amma yenə deyirəm. İndividual ola bilər. Mənim nənəm, Allah rəhmət eləsin ona, o tikintidə işləyib. Beton qarışdırıb. Yenə deyirəm, individualları qoyuram qırağa. Amma основной, yəni bu dünyanın bu hala gəlməsinin aparıcısı kişilərdir. Yəni qadın necə kişi ilə bir ola bilər də bu mənada, düzdür? Yəni deyim, xanımlar mənə feministlər topa atəşə tutacaqlar burada. Amma mən fikrimi deməliyəm də, dediyim kimi də mən həmişə fərqli düşüncəm olubdu, yəni mən həmişə onu gözəl şəkildə qoymuşam ortaya. Ona gətirirəm ki, ailədə də həmçinin, yəni o bir-birinin o üstdən almaq məsələ. Hər bir ailədə o siftə vaxtlarda konfliktlər olur. Öyrəşənə kimi. Necə? Elə bil iki nəfər ringdə döyüşən döyüşçülər, məsələn, boks və ya karate, nəsə, döyüş bir şey. Onlar siftə görürsüz, birinci time elə də çox güclü olmur. İsinişirlər. Bəli, tanıyırlar bir-birlərini. Bəli, bir-birini o təpi atır, ayağına girir, istəyir onu yıxsın filan. Bir-birini izuçat eləyirlər, yəni öyrənirlər, tanıyırlar. Bu da elədir. Yəni əlbəttə ki, bir-birimizə olur, yəni qadın kişiyə, kişi qadına bir diş atacaq, yəni necə bir görsün bu hara qədər bunun dözümlüyü var, bu nəyi xoşlayır, nəyi xoşlamır və s. Amma sonra deyir məsələlər yerinə oturacaq. Yenə deyirəm, bunun kökündə də oturur ki, yəni sən evliliyə ciddi bir məsələ kimi baxırsan. Daimi bir məsələ kimi baxırsan. Nə olur olsun. Qadın da həmçinin, bayaqki sözümüzə qayıdıram. Kişinin səhvi ola bilər. Tamam, kişi bir səhv elədi. Qadın da onu düşünməlidir ki, axı mənim
evimdə bu istiliyi kişi verir axı mənə. Mənim tutaq ki, əynimi, başımı, tam yəni geyinmi, yəni yaşamımı sağlayan kişidir axı. Çöldə işləyir. Mənə məsəl üçün də olub qızıl alan, nə bilim, bir gül alan, hədiyyə edən, yaxşı söz həmən adam idi. İndi bu səhv eləyib. Sözdə qüvvət olaraq deyirəm. Yəni o anda, o kritik anlarda yaxşı xüsusiyyətləri qabartmaq lazımdır. Bu da yenə də deyirəm, insan bunu normalda özü eləmir. Lazımdır ki, belə podkastlar çəkilsin. Belə maariflənmə getsin. İnsanlar da buna baxsın, yadda saxlasın və o kritik anlarda desin, stop, belə bir şey eşitmişdim mən filan videoda. Orada bir Ramil adında bir adam var idi, insan var idi. Belə bir tövsiyə verdi. Qoy bir onu sınayım görüm. Alınırmı? Və xanımının, ta kişidirsə, xanımının yaxşı xüsusiyyətini önünə çəksin, üstdən alsın. Xanımdırsa həyat yoldaşı, yəni bəyin o kritik anda səhvlərin qarşılığında desin, müsbətlərini ortaya çəksin. Bu hamımız beləyik. İşdə də bu belədir. Necə? Yəni işçi səhv edib. Amma dünənə kimi yaxşı işləyirdi də, indi bir dəfə səhv elədi. Bəli. Dostuq. Bir səhv elədim. Ağzımdan bir pis söz çıxdı sizə qarşı. Həmin Ramildir də. Biz tonla çörək kəsmişik. Yol səfərimiz olub, ticarətimiz olub. Yəni böyük bir sınaqdan keçmişik. İndi səhv elədi. Səbr et, dinlə. Gözəl şəkildə qoy qabağına ki, bu səhvdir, xoşum gəlmədi. Gör nə deyir adam. Mən həmişə deyirəm, məni tanıyanlar bilir. Qarşındakı dost da kimdirsə qarşında, həyat yoldaşın, işçin, müdürün, nə bilim, dostun, fərqi yoxdur. Ona, qonşun, ona şans ver. Bu nədir? Açıqlama verirəm. O mənada ki, adam bir səhv elədi. Şans verib burada lazımdır ki, sual versən adama. Səhv edib, artıq sənə pis gəlib bu. Sırazı kəsib atma, sırazı acılama. Sual ver. Misal üçün, denən ki, Eynur müəllim, siz bayaq belə bir söz işlətdiniz. Bu mənim pisimə gəldi. Bunu bir daha açıqlama verin. Hansı qəsdiniz nə idi? Nə idi bu söz? Burada iki ssenari var. Ya Eynur müəllim deyəcək ki, qardaş, mən elə belə düşünürəm sizin haqqınızda. Belədir və sənə aydın olacaq. Oldu, çox sağ ol. Vsyo. Sən artıq tam qərarını verə bilərsən. Ki mən artıq Eynur müəllimlə bu məsafədə ünsiyyətim olacaq. Və yaxud da ki, ikinci ssenari. Eynur müəllim deyəcək ki, Ramil müəllim, üzürlü sayın. Bağışlayın, mən qəsdim o deyildi. Dil sürüşməsi oldu, yəni. Mənim qəsdim buydu. Aydındır? Və bu da yenə sizin üçün aydın olacaq və sən deyəcəksən ki, hə, yola davam. Və buna mən deyirəm ki, qarşındakı adama şans ver. Qarşındakı adama şans ver. Yəni bu bizdə olmalıdır. Mən bunu deyirəm, yəni hamıya bunu tövsiyə edirəm. Yəni bu xanıma da aiddir, qarşındakı adama, yəni həyat yoldaşı bəyə şans ver. Eləcə də bəyə aiddir, qarşındakı xanımına, həyat yoldaşına şans ver. Adamdır da nəsə bir səhv söz dedi və səhv hərəkət elədi. Gəl, xoşum gəlmədi, bunu açıqla. Yenə deyirəm, indi deyərlər ki, qıraqdan danışmaq asandır. Mən başa düşürəm, yəni həqiqətən o kritik anlarda bəzən insan tez qərarlar verir. Amma yenə də bizim borcumuz, düşünürəm ki, buna hamı mənlə razılaşar, bizim borcumuz doğru olanı deməkdir insanlara. Umulur ki, kimsə fayda götürər. Təşəkkür edirəm. Burada bir dənə şey əlavə edim müəllim. Və şeydir. Deyir ki, bayaq cümləmizin bayaq danışanda dedi ki, Allah Subhanahu taala insanları hər bir fərqli yaradıb. Yəni düşünün ki, siz Allah üçün o qədər dəyərlisiniz. Deyir, barmağının bax bu kainatda indi Adəm əleyhissalamdan indiyə qədər olan bütün insanlarda bu fərqlidir. Bəli. İndiyə qədər heç kimdə eyni olmayıb. Yəni bu demək ki, sən Rəbbin üçün, Allah üçün o qədər dəyərlisən. Və dəyərli olduğun təqdirdə sən bu dəyərə, bu yaşam sənə verilib, bu şans verilib, həyatı yaşayırsansa, bir-birinizə də dəyər verin. İstər həyat yoldaşınız, istər ananız, atanız, istər dostunuz, iş yoldaşlarınız, hamısı bir-birinizə dəyər verin. Yəni müsbət tərəflərini fikirləşin, mənfi tərəflərini nədir, boş verin getsin yəni. İnsana nə qalan yaxşılıq olur. Elədir. Mən bunu bir qohum var idi yaxın. Allah rəhmət eləsin, dünyasını dəyişibdi. Həmişə ondan söhbət, amin. Həmişə söhbət eləyəndə deyirdim ki, qardaş, yəni həyatı çətinləşdirmə. Həyatı çətinləşdirmə. O mənada ki, yəni hamımız öləcəyik, hamımız torpaq olacağıq. Bax sən də, mən də. Yəni bu həyatı sakit, keyfiyyətli, rahat yaşamaq olar da. Gəl bunu belə yaşayaq qardaş. Nəyə ehtiyac var intriqaya falan? Həyat gözəldir və asandır. Bəli. Yəni sonunu bilirsən ki, sən nə etsən də, yəni
sonumuz torpaq olmaqdır. Yəni bunun niyə ehtiyac var? Sən həyatını qəlizləşdirirsən, çətinləşdirirsən, problemlər yaşayırsan, hansı ki doğru düzgün yol da qarşındadır və sənin ətrafındakı insanlar sənə düzgün istiqamət verir. Mənim fikrimdə beyin bir alətdir, instrument. Alət. O mənada ki, beyin ağı qaradan, yaxşını pisdən, xeyri şərdən və s. bu kimi şeyləri faydanı ziyandan ayıran bir instrumentdir. Tərəzi kimi düşün. Sən o həmin instrument vasitəsilə düşünürsən ki, bax bu səhv addımdır. Bunu atsam mənim başıma bu iş gələcək. Bu düzgün addımdır. Onu atsam başıma bu iş. Hə, bunun metodları fərqli ola bilər. Bunu hardan oxudun, kim məsləhət verdi falan, onu qoyuram qırağa. Amma nəticəyə gəlmisən. Bax bu anda insanın fitrəti düzgün olmalıdır ki, yəni baş işləməlidir ki, sən düzgün addım atasan. Çünki düzgün addım atmayanda o zəncir, hadisələrin zənciri elə yöndə gedir ki, artıq bir problem başqa bir problemi gətirmə şey olur və geri dönüş də belə deyək, daha da çətinləşmiş olur bu mənada. Bir də belə bir məsələ var, yəni insanları tanımaq ilə bağlı mənim universitetdə oxuyanda bir müəllimimiz var idi. Fəlsəfə müəllimi idi, səhv etmirəmsə. Yadigar Türkel, bilmirəm sağdır yoxsa dünyasını dəyişib, sağ Allah can sağlığı versin. Onun yaxşı bir sözü var idi. Özü hiss olunurdu ki, əvvəli belə idman yönümlü bir insan olub. Həmişə əlini belə tutardı. Uşaqlar, göz namərddir, əl mərd. Yəni, adam belə bir söz deyirdi həmişə. Deyirdi, mənim necə də bir açıqlama verdi ona, göz namərddir, əl mərd. Yəni nə deməkdir bu? O mənada ki, yəni insanın zahirən bir şey aldada bilər səni. Zahirən sənin gözünə dostun, bayaq dediyiniz kimi o insanların həm həyat yoldaşın və səhv kimi görsənə bilər. Əl mərd, yəni əl toxundu, araşdırdı, bax gördü. Bax mənə görə bunun içində stəkandakı misal üçün deyəsən spirtdir. Misal üçün. Bax göz namərddir. Əl mərd. Götürdüm. Aydındır. Nə əlimə tökdüm, gördüm spirt deyil. İylədim və yəni araşdırdım və gördüm ki, əl mərddir. Mənə düzgün məlumat verdi. Bu sudur, spirt deyil. Maraqlı yanaşma. Çox belə faydalı yanaşma. Fəlsəfə təbii ki, də adam fəlsəfəçidir və həqiqətən bu realdır. Məsələn, bir insanı tanımaya bilərsən. Gözü bir tər dəyir. Göz namərddir. Göz sənə zahirən düzgün qiymət verməyə bilər. Əl mərd. Oturdun, danışdın. Əl sıxışdın. Bir iş gördün. Səfərə çıxdın. Nə bilim, əl mərddir. Bax, araşdırma mərddir. O düzgün məlumat verəcək sənə. Tamam. Və insanları seçəndə də, yəni ailə, dost, iş fərq etməz. Bu prizmadan məncə yanaşmaq lazımdır. Yəni zahirən kimisə belə deyək də silib atmaq və filankəs belə bir söz dedi, belə bir əməl elədi, sırazı yox. Araşdır, soruşdur, dəqiqləş, yəqinləş, ondan sonra yenə də qərar vermək zaten sənin əlindədir. Rami müəllim, təlim mövzularına toxundu, iş təcrübəsindən danışdı. Cəmiyyət mövzusuna toxundu, qadınlara, ailə, hər şey toxundu. Belə maraqlı podkastımız gedir. Bu arada belə deyək, həyat və ya iş təcrübəsindən bir maraqlı hadisəyə belə istərdik, belə qulaq şahidi olaq, belə deyək. Belə bir hadisə olmuşdu. Adı nədir? Yanğınla bağlı bir təlim keçirik. Bir yoldaş var, o da mənim kolleqamdır. Deyir ki, deməli bunları göndəriblər xaricə, Londona, İngiltərəyə, bəs təlim keçməyə. Boşum, deyir, təlimdir, harca bir 30 nəfər adamıq, hər ölkədən var, Türkiyə, Çin, Rusiya və s. BIP-nin ölkələrdəki o branşlarından, nümayəndələri. Bəli, nümayəndəliklərindən və bir Şotland girdi içəri. Şotland. Bu hadisə də olub bəlkə 20 il bundan qabaq, bilmirəm. Şotland girdi içəri yubqada, onların bilirsiniz o xüsusi geyimləri var. Hocam eşələdi deyir, eşələdi yubqasının içindən çıxartdı bir paçka $100. Atdı stolun üstünə. $10,000. Dedi, hamı sətəm mütəxəssisidir. Hə. Dedim, sübut eləyin mənə indi kimin evində yanğın söndürmə balonu var. Mövzu zaten odur, o təlim o üzrə gedəcək, təlimçidir adam. Kimin evində balon varsa bu dəqiqə, yəni bir şəkil falan, yəni işlək vəziyyətdə, tarixi izadı da yerində. $10,000 verirəm ona. İndi hamı deyir, qalı vurnuxa. Ona deyir, hə, sənin varındımı, bu buna deyir, sənin varındımı, heç kimin olmadı. Mən də dinləyirəm axı bunu, danışan yoldaşdan. Belə dinləyirəm,
Gör hayl-mayl olmuşam da. Deyir, nə olub Ramil müəllim? Ramil müəllimi, Ramil nə olub? Deyirəm ki, qardaş, orada mən olmalıydım. Deyir, necə bəyəm? Deyirəm, bu işə gələndən mənim evimdə də, maşınımda da, kiraya qaldığım evdə də, hər yerdə mənim balonum olub. Otağıma kimi mənim balonum var. 10 min dollar sizə çatardı. 10 min dolları mən qapasıydım orada. Gör, Şotland da deyir, baxdı, gör hamı bir-birinə soruşur, yoxdur. Deyir, yoxdur balon, yox. Götürdü, deyir 10 min dollar qoydu cibinə. Deyir, məndə var. Bugünkü təlimimiz adı nədir? Yanğın təhlükəsi. Baxın lövhəyə. Hamı deyir, belə qalıb, 10 min dollar deyir, əldən çıxdı da deyir. İndi yəni deməyim odur ki, belə bir maraqlı bir hadisə olmuş ki, orada mən dedim ki, mənim var idi, mən gərək gedərdim ora. Bəs müəllim, belə deyək ki, təşəkkür edirəm öncəliklə. Buyurun. Əziyyət çəkdiniz, gəldiniz müəllim. Maraqlı Xoşdur. Həqiqətən maraqlı oldu. Verilişimiz alındı düşünürəm. Bəs bu son olaraq məsələn iş təcrübənizdən, ailə danışdığımız mövzulardan bizim gənclərə nə tövsiyə edərsiniz müəllim? Dediyim kimi, yəni hər bir halda, hər zaman səbirli olmaq, təmkinli olmaq, ədəbli olmaq hər zaman insanı öndə edir. Bu bir. İkinci, nə iş görürlər görsünlər. Dediyim kimi, biri sürücüdür, biri ambarda işləyir, biri nə bilim satışdır, biri sətəmdir, fərq etməz. Nə işləyirsiniz, işləyin. Yəni hansı sənətə yiyələnirsiniz, yiyələnin, onu çalışın mükəmməl öyrənin. Onun üzərində işləyin, araşdırın. Bir müddət o deyir əziyyət çəkin. Çünki əziyyət çəkəndə bəhrəsi olur. Bu mənim fikrimdir. O mənada ki, elm, təhsil üzərində işləmək, yəni bilgilənmək uzun müddətli sərmayədir. Misal üçün bir müəssisə, zavod tikir. 10 il sonra o zavod xeyir gətirir. Çünki niyə milyonlar pul xərclənir var. O zavod hələ ki işləyir öz maya dəyərini çıxartmağa. Sonra artıq xeyir verir. Mən biliyə bu cür baxıram. Məsələn, mən yadıma gəlir ambardar, lap sifdə çoxdandan da investisiya ambardarı işləyəndə bir müəssisədə bizə çoxlu dəmir, metal list gəlmişdi. Və işçilər də ən cavan işçi məndən 10 yaş böyük idi. Mənim onda var idi 23, 22, 23 belə yaşım. Hələ onda sətəm sahəsinə gəlməmişdim. Bir qismət oldu, 1 il yarım, 2 ilə yaxın o işdə işlədim. Həmin adam məndən 10 yaş böyük idi, ən kiçiyi, ən cavanı. Və 5 nəfər işçim var. Adamlar, yəni belə söz vaxtını çəkər, belə soyuq aylardır, yağış yağır. Adamlar iş görür. Vaqonu boşaltmaq çox əziyyətli. Yəni bizim texnikamız yox, xüsusi maqnitlə qoyurlar falan. Bunlar yoxdur. Və mən bir müddət dayandım, onlara nəzarət göstəriş verəndən sonra soyuq oldu mənə. Və mən keçdim içəri. Orada xanım var idi, sağ olsun. Bir dənə isti kofe süzdü mənə. Elə bir ofisin qarşısındadır, o proses qarşısında gedir. 100 metr aralıda. Mən o pəncərədə isti otaqda o isti kofeni içəndə anladım ki, mən nə yaxşı ki, yəni təhsil almışam, oxumuşam, üzərimdə çalışmışam və bir səviyyəyə qədər gəlib çıxmışam. Olmasaydı mən indi orada soyuğun altındaydım. Amma indi mən kofe içirəm, onlar orada işləyir. Xülasə kəlam odur ki, təbii ki, təhsil önəmlidir. İstər bu dini təhsil olsun, istər dünyəvi təhsil olsun. Hər halükarda insan təhsilli olmağı onu qabaqda öndə edir. İnsanlar içində fərqləndirir. Cavanlarımıza, necə deyirlər, ümumiyyətlə, yəni hamımıza, yəni birinci özümə nəsihət olaraq təhsillənmək, səbirli olmaq, ədəbli olmaq, təmkinli olmaq, dinləmə mədəniyyəti olmalıdır insanda. İnsan sakitcə dinləyir adamı. Yəni bu insana avantaj qazandırır. Bu ayrıca bir mövzudur. Yəni dinləyə sən onu artıq harda səhv elədiyi, harda nəyin dediyi, necə ona cavab hazırlayırsan və gözəl şəkildə bir disput alınır. Və həmçinin də dediyim kimi yaxın insanlar, illa ki yaxın insanlar, dost, qardaş, bacı, yəni qardaş, bacı bir-birinin arasında və ya həyat yoldaşı, ata-ana ilə olan münasibət, bibilər, yəni qohumlarla həmişə üstdən almağa çalışın. Yəni bu dünya yenidən fanidir. Hamımız öləcəyik. Torpaq olacağıq, yəni mənim sözüm. Özüm üçün deyirəm birinci. Yəni ona görə bu həyatı keyfiyyətli yaşayın. O məşhur söz var idi, 5 günlük dünyadır. Yəni 5 günlük dünya deyil, əslində 3 günlük dünya. Biri dünən, biri bugün, bir də sabah. Dünən keçdi. Sabah bilmirsən, sağ qalacaq yoxsa yox. Bugünü yaşa. Bugünü dəyərli bil, keyfiyyətli yaşa, sağlam yaşa, çətinləşdirmə, asanlaşdır, yaxşılıq elə. Adi gülümsə, bir yol göstər, dəstək ver.
Məsələn, mənim var indi də adlarını çəkib, yəni adamlar var ki, həqiqətən indi də mən onlardan faydalanıram. Bilmədiyim bir şey olanda baxmayaraq təcrübəm var, amma o qədər dərin sahədə işləyirəm ki, bilməyəndə onlardan soruşuram. Mənə sağ olsun dəstək verirlər. Mən bu cür tərbiyə almışam deyə. Mən də bu tərbiyəni ötürürəm məndən sonrakılara. Mənim tələbələrim kim mənə soruşur? Bacardığım, yazıram, materialım varsa verirəm. Yəni əsirgəmirəm. Çünki insana bu qalacaq. Mənim devizim odur ki, ümumiyyətlə həyatda sənin haqqında pis düşünməsinlər. Sən olmayan məclislərdə və ya bir yerdə işləyirdin, çıxmısan. Deməsinlər o belə falan, yəni tərifləməsinlər də, problem deyil. Yetər ki, sabit. Yəni nə pisləmirlər, nə tərifləmirlər. Təbii ki, tərifləsələr nə gözəl, amma heç olmasa pisləməsinlər səni. Yəni bu cür ad qoyub bu həyatda, yəni həyatımızı davam eləməliyik. Biraz uzun oldu, üzrlə hesab edirəm. Mən təlimçiyəm, çox danışıram. Təşəkkür edirəm Ramin müəllim. Bir daha əziyyət çəkdiniz. Maraqlı alındı inşallah. Sizə də təşəkkür edirəm izləyicilər. İnşallah növbəti podkastlarımızda görüşənəcək. Salam aleykum, rahmetullahi və bərəkatuhu. Aleykum salam.